Salam, hörmətli müəllimlər, xoş gördük sizləri. Yeni bir video ilə qarşınızdayım. Müəllimlər üçün dəstək videoları çəkməyə davam edirəm. Çalışıram sizlər üçün elə suallar hazırlayım ki, mütləq şəkildə onları bilməlisiniz və müsahibədə onlar sizdən soruşulacaq. Ümid edirəm çəkdiyim videolar sizin üçün də faydalıdır. Qeyd edeyim ki, bizim müsahibə dərslərimizə də qeydiyyat davam edir. Rahatlıqla qoşula bilərsiniz. Həmçinin bütün sualların cavablarının olduğu kitabı da rahatlıqla əldə edə bilərsiniz. İstədiyiniz halda mənimlə əlaqə saxlayaraq birbaşa ekranda gördüyünüz nömrə mənim şəxsi nömrəmdir. İstədiyiniz sualları yönləndirə bilərsiniz. Keçək indi suallarımıza. Deməli, bu gün sizlər üçün biraz çox, amma yenə də deyirəm, müsahibədə düşəcək suallardan hazırlamışam ki, sizə faydalı olsun. Birinci sualımız, qiymətləndirmə nədir? Qiymətləndirmə şagirdin təlim nəticələrinə nə dərəcədə nail olduğunu müəyyən etmək, onun inkişafını izləmək və növbəti təlim addımlarını planlaşdırmaq prosesidir. 2. Formativ və summativ qiymətləndirmənin fərqi nədir? Mən daha rahat şəkildə həmişə belə deyirəm. Formativ fəaliyyətin dəyərləndirilməsidir, summativ isə nailiyyətin qiymətləndirilməsidir. Həmçinin bu şəkildə də qeyd edə bilərik. Formativ qiymətləndirmə təlim prosesində şagirdin inkişafını izləmək və geri bildirim, yəni rəy vermək üçün aparılır. Summativ qiymətləndirmə isə müəyyən mərhələnin sonunda əldə edilmiş nəticələri müəyyənləşdirmək üçün aparılır. Diaqnostik qiymətləndirmə nə zaman aparılır? Bildiyimiz kimi, diaqnostik qiymətləndirmə təlimin əvvəlində şagirdlərin ilkin bilik, bacarıq və hazırlıq səviyyələrini müəyyən etmək məqsədi ilə aparılır. Birinci, ikinci yarım ilin əvvəlində, bölmənin əvvəlində və sinifə yeni şagird gələndə biz diaqnostik qiymətləndirmə keçiririk. Formativ qiymətləndirmənin əsas məqsədi nədir? Əsas məqsəd şagirdin öyrənmə prosesindəki irəliləyişini müəyyənləşdirmək, çətinliklərini aşkar etmək və ona inkişaf etdirici rəy verməkdir. Summativ qiymətləndirmə nə üçün aparılır? Müəyyən təlim mərhələsinin sonunda şagirdin əldə etdiyi nəticələri ümumiləşdirmək və nailiyyət səviyyəsini müəyyən etmək üçün aparılır. Qiymətləndirmənin obyektivliyini necə təmin edərsiniz? Təbii ki, meyarla. Yəni, meyar olmasa obyektivlikdən, ədalətdən, şəffaflıqdan danışmaq olmaz. Əvvəlcədən müəyyən edilmiş meyar və göstəricilərdən istifadə edərəm. Şəxsi münasibətlərimi qiymətləndirməyə qəti şəkildə daxil etmərəm və bütün şagirdlərə eyni tələblər əsasında dərs təşkil edərəm ki, qiymətləndirməmiz də düzgün şəkildə aparılsın. Davam edirik. Şagirdi yalnız işin nəticəsinə görə qiymətləndirməyə doğrudurmu? Qətiyyən xeyr. Əgər biz formativ qiymətləndirmə dərs müddətində, dərs boyu 45 dəqiqə ərzində aparılır deyiriksə, yekun nəticəsinə görə qiymətləndirmək nə dərəcə düzgündür? Şagirdin inkişaf dinamikası, fəaliyyət prosesi, əldə etdiyi nəticələr və müəyyən edilmiş təlim məqsədlərinə nail olma səviyyəsi kompleks şəkildə nəzərə alınmalıdır. Meyar əsaslı qiymətləndirmə nədir? Şagirdin fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsidir. Burada əsas məqsəd şagirdləri bir-biri ilə müqayisə etmək deyil, onların müəyyən edilmiş nəticələrə nə dərəcədə nail olduqlarını, yiyələndiklərini müəyyənləşdirməkdir. Meyar və göstəricinin fərqi nədir? Meyar qiymətləndirilən əsas tələb və istiqamətdir. Göstərici isə şagirdin həmin meyara hansı səviyyədə cavab verdiyini konkretləşdirən, müşahidə edilən bir əlamətdir. Rubrikadan nə üçün istifadə olunur? Rubrika bilirsiniz ki, qiymətləndirmə meyarlarını, nəticələri və müxtəlif nailiyyət səviyyələrini konkretləşdirir. Həm müəllim, həm də şagirdin qiymətləndirməsinin daha şəffaf, ədalətli, obyektiv olmasını təmin edir ki, zaten orada biz əvvəlcədən görürük orada meyar, keyfiyyət səviyyəsi, meyara müvafiq keyfiyyət səviyyəsinin təsviri. Bu da işi bir xeyli asanlaşdırır. Bəs yaxşı, şagird aşağı nəticə göstərirsə nə edirsiniz? İlk növbədə problemin səbəbini müəyyən edirəm. Şagirdin hansı bir iş bacarıqlarda çətinlik çəkdiyini müəyyənləşdirib fərdi yanaşıram. Fərdi dəstək, əlavə tapşırıq, uyğun təlim strategiyaları tətbiq edərək problemi həll edirəm. Eyni nəticə göstərən iki şagirdə fərqli qiymət vermək olarmı? Əgər qiymətləndirmə eyni meyar və eyni tapşırıq əsasında aparılıbsa, eyni nəticəyə görə fərqli qiymət vermək obyektiv olmaz. Fərqlilik yalnız qiymətləndirmə meyarlarında əsaslandırılmış fərq olanda, yəni yenə də hara gəlib çıxırıq? Meyara.
Davam edirəm. Etibarlılıq və obyektivlik nədir? Etibarlılıq qiymətləndirmə vasitəsinin ölçmək istədiyi nəticəni ardıcıl və düzgün ölçməsi ilə bağlıdır. Obyektivlik isə qiymətin müəllimin şəxsi münasibətindən asılı olmamasıdır. Özünü qiymətləndirmənin faydası nədir? Daha çox fərdi iş zamanı biz özünü qiymətləndirmədən istifadə edirik. Burada şagird istər-istəməz özünün mənfi cəhəti, müsbət cəhəti, güclü cəhəti, zəif cəhəti, öz fəaliyyətinin təhlili, məsələn, hansı strategiya ilə özünü inkişaf elətdirə bilər. Bütün bunları əldə etmiş olur. Həm metakognitiv biliyin, həm tənqidi təfəkkürün inkişafı üçün də çox önəmlidir. Bəs qarşılıqlı qiymətləndirmə nədir? Ümumiyyətlə bizdə bu qarşılıqlı və yoldaş qiymətləndirməsi müəllimlər daha çox qarışdırırlar. Qarşılıqlı qiymətləndirmə bir qrupun digər qrupu qiymətləndirilməsidir. Yoldaş qiymətləndirilməsi isə qrup daxilində şagirdlərin bir-birini qiymətləndirməsidir. Təbii ki, hər ikisindən meyarlar öncədən hazırlanır. Müəllim həmin meyarları şagirdlərə təqdim eləyir və şagirdlər həmin meyarlar əsasında qiymətləndirməni aparırlar. Davam edirik. Deməli, şagird deyir ki, ona haqsız qiymət vermisiniz. Nə edərsiniz? Təbii ki, şagirdin fikrini dinləyərəm. Əsas məsələ burada qiymətləndirmə meyarıdır yenə də. Yəni qiymətləndirmə meyarlarını izah eləmək lazımdır şagirdə və konkret iş nümunəsi üzərində qiymətin niyə elə müəyyənləşdiyini uşağa izah eləmək lazımdır. Təbii ki, əgər mənim özümün də səhvim olsa, bunu mütləq düzəldərəm. Valideyn övladının qiymətini artırmağınızı istəyir. Təbii ki, valideynin istəyinə görə mən belə deyək də qiyməti dəyişməzdim. Qiymətləndirmə meyarlarını yenə də valideynə izah eləyərdim və əlbəttə ki, şagirdin nəticəsinin yaxşılaşması üçün əlimdən gələni eləyərdim. Əgər valideyn də təbii ki, bunu istəyirsə, hətta valideynin əməkdaşlıq şəraitində evdə bunu eləsin, mən məktəbdə bunu eləyim, əlavə bu tapşırıqları yönləndirim. Bu şəkildə dəstək edib şagirdin inkişafını daha da təmin eləyə bilərik. Yəni bu da bir fürsətə çevrilər. Şagird dərsdə fəaldır, amma summativdə aşağı nəticə göstərir. Nə edərsiniz? Əslində belə hallar olur. Yəni uşağın sinifdə fəallığı ilə summativ qiymətləndirmə nəticəsinin eyni olması yəni hər zaman eyni deyil də, ola bilməz. Niyə bilirsiniz? Çünki fəallıq biliyi ölçmür. Hətta bizdə bəzən olur da, şagirdlər deyirlər, nə bilim filan kəs özün gözə salır, belə deyək də, davamlı əl qaldırır, danışır, onu eləyir, bunu eləyir, amma nəticə sıfırdır. Əslində orada məsələ nədir? Fəallıq biliklə eyni şey deyil. Yəni bir insanın fəallığı onun bilik səviyyəsini göstərmir. Ona görə də, yəni fəallıqla biliyin eyni anlayış olmamasını ümumiyyətlə başa düşmək lazımdır. Və fəallığın bilik səviyyəsini göstərdiyini də heç vaxt demək olmaz. Eyni şey deyil. Ona görə belə halların olması təbii ki, normal bir haldır. Heç bir problemi yoxdur. Summativ nəticəni təhlil eləyərəm. Şagirdin hansı nəticələr üzərində çətinlik çəkdiyini müəyyənləşdirib fərdi kömək göstərərəm. Şagird dərsdə passivdir, amma yüksək nəticə göstərir. Bax, bu da eyni dediyimiz sualın əksidir. Necə dedik? Dedik ki, fəallıqla biliyin səviyyəsi eyni deyil də. Bir uşaq, məsələn, çox fəal ola bilər, bilik səviyyəsi çox aşağı ola bilər. Bu uşaq çox passiv ola bilər, bilik səviyyəsi çox yüksək ola bilər. Yəni, bu eyni şeylərə gətirmək deyil. Yəni, qiymətləndirmə ümumiyyətlə davranışa görə verilən bir şey deyil. Ona görə də müəyyən edilmiş təlim nəticələrinə və meyarlara əsaslanaraq qiymətləndirmə etmək lazımdır. Normal bir haldır. Davam edirəm. Şagirdlər qiymətləndirmə meyarlarını başa düşmürlərsə, mütləq şagirdlərə izah eləmək lazımdır. Biz deyirik ki, təlim nəticəsi qiymətləndirmə meyarları şagirdlərə elan edilməlidir. Özdə bu şablon şəkildə dedim anlayışı olmamalıdır. Ən azından bir çox demirəm 5-10 saniyə vaxt ayırıb, yəni nə demək istəyirəm? Bax uşaqlar, biz bu gün bu 45 dəqiqədə bu bilik bacarığı üzərində işləyəcəyik və yaxud da mən sizi bu meyar üzərində qiymətləndirəcəm. Sən hansı işi görməlisən, necə bu işi görməlisən? Yəni uşağa başa salmaq lazımdır, nümunələri təqdim eləmək lazımdır. Qiymətləndirmədən əvvəl gözləntiləri aydınlaşdırmaq lazımdır ki, uşaq o gözləntiləri yerinə yetirə bilsin. Davam edirik. Şagird özünü sizdən yüksək qiymətləndirir. Lap yaxşı. Yəni uşağın özünü qiymətləndirməsində təbii ki, hörmətlə yanaşmaq lazımdır. Çünki zaten biz uşaqda özünü qiymətləndirmə bacarığı formalaşdırırıq. Bu bir bacarıqdır. Amma nə etmək lazımdır? Verdiyi qiyməti meyarlarla müqayisə eləyək. Yəni uşağa deyək ki, gəl, verdiyi qiymətləri, həmin o dəyərləndirməni meyarla müqayisə eləyək. Yəni bizim burada işimiz şagirdi təsdiq eləmək deyil, sadəcə öz fəaliyyətini obyektiv şəkildə təhlil etməsini təmin eləməkdir.
Yenə də deyirəm, biz onsuz da bu bacarığı o uşaqda formalaşdırmalıyıq və belə şeylər ola bilər. Ona görə biz deyirik, özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, qarşılıqlı qiymətləndirmə zamanı bir müddət müəllim şagirdləri müşahidə eləyir ki, bu bacarıq onlarda tam formalaşsın. Uşaq da özü-özünə yüksək qiymət verə bilər, dostuna yüksək verər, nə bilim, sevmədiyinə aşağı qiymət verər. Bacarıq formalaşandan sonra isə çox rahat qiymətləndirmə edirlər. Şagird qiymətləndirmə nəticəsi ilə razı deyil. Yenidən baxarsınızmı? Əlbəttə ki, baxaram. Birincisi, şagirdin zaten belə bir haqqı var. Yəni bilirik ki, şagirdin belə bir hüququ var və bunu heç bizdən tələb edilə bilər. Qiymətləndirmə meyarları əsasında yenidən nəzərdən keçirərəm. Təbii ki, meyar. Fikir verirsinizmi? Hər şeyin başı gəlir, çıxır meyara. Təbii ki, səhv etdiyimi müəyyən eləsəm, mütləq şəkildə qiyməti düzəldərəm. Heç bir problem yoxdur. Sinifdə zəif nəticə göstərənlərin sayı artıb. İlk nəyi araşdırarsınız? Təbii ki, birinci refleksiya eləyərəm. Problemin mənbəyini araşdıraram. Təlim məqsədlərinin mənimsənilməsi, tapşırığın uyğunluğu, metodlar, biliklər, qiymətləndirmə vasitələrini hamısını refleksiya eləyərəm ki, burada şagirdlərin səviyyəsinə uyğunluğu, harda uyğunsuzluq olub müəyyənləşdirmək lazımdır. Şagirdin biliyi yaxşıdır, amma yazı işində çoxlu səhvlər var. Bu zaman nə edərsiniz? Qiymətləndirməni əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən aparmaq lazımdır mütləq şəkildə. Amma burada əsas məsələ problemin mənbəyini araşdırmaq lazımdır. Mütləq. Əgər texniki səhvlər həmin meyarın tərkib hissəsindədirsə, yəni onu nəzərə almalıyam, başqa çarəsi yoxdur. Yox, əgər deyilsə, şagirdin həmin səhvlərinə görə əlavə cəza vermək zaten düzgün olmaz. Yəni burada meyara baxırıq. Meyara uyğundursa, okey, mən bu problemi həll eləyərəm. Meyara uyğun deyilsə, mənim belə bir şey üstündə uşağı, belə deyək də, qiymətini aşağı salmaq, cəzalandırmaq, nəsə bir problem yaratmaq mümkün deyil. Belə bir şey icazə də verilməz. Xüsusi yanaşmaya ehtiyacı olan şagirdi necə qiymətləndirərsiniz? Şagirdin fərdi xüsusiyyətlərini, ehtiyaclarını nəzərə alaram. Təbii ki, zaten qanunvericilikdə inklüziv təhsil prinsiplərinə uyğun şəkildə uyğunlaşdırılmış yanaşmadan istifadə eləyərəm. Həm bu adaptiv tapşırıqların verilməsi, qiymətləndirmənin düzgün şəkildə aparılması tələb olunur. Həm də ki, biz əlavə inklüziv şagirdlərə deyirik ki, yəni orada uşaq nə qədər enerji, güc, əmək, vaxt sərf edibsə, ona görə qiymətləndirmə təşkil edilməlidir. Davam edirik. Qiymət şagirdin biliyini tam əks etdirirmi? Xeyr. Qiymət müəyyən edilmiş meyar üzrə şagirdin nəticəsini əks etdirir. Şagirdin bütün potensialını və inkişafını yalnız bir qiymətlə tam şəkildə belə deyək də müəyyən etmək heç vaxt mümkün deyil, olmayacaq da. Yüksək qiymət həmişə yüksək təlim nəticəsi deməkdirmi? Yəni mütləq deyil. Yəni bunun üçün qiymətləndirmə etibarlı, obyektiv olmalıdır, düzgün meyarlar müəyyənləşdirilməlidir. Yəni ən vacib bunlardır. Qiymətləndirmə öyrənmə üçündür, yoxsa öyrənmənin nəticəsini müəyyən etmək üçün? Əslində hər ikisi mümkündür. Çünki formativ qiymətləndirmə öyrənməni dəstəkləyir, summativ qiymətləndirmə isə öyrənmənin müəyyən mərhələdəki nəticəsini müəyyənləşdirir. Yəni biri bir növ formativə, biri də summativə aiddir. Şagirdin səhvindən necə istifadə etmək olar? Ya şagirdin səhvi onu cəzalandırmaya qədər nə bilim mütləq aşağı nəticə tam 5, 4, 3 yazmaq üçün deyil ki, o əvvəlki qiymətləndirmə anlayışına aiddir. Burada öyrənmə mənbəyi kimi qəbul etmək lazımdır səhvi. Yəni səhvi ustalığa aparan yol kimi bilmək lazımdır. Ona görə də səhvin səbəbini müəyyənləşdirib düzgün istiqamət vermək lazımdır ki, yəni məsələn bu yolla demək ki olmurmuş. Biz belə deyək, müəllimin verdiyi həmin o istiqamət üzrə işimizi davam etdirməliyik. Ədalət və bərabərlik eyni anlayışdırmı? Xeyr, eyni şey deyil. Ki zaten bu bizim mentalitet olaraq da elədiyimiz səhvlərdən biridir. Bərabərlik hamıya qarşı eyni yanaşmanı nəzərdə tutur. Ədaləti isə hər bir şagirdin ehtiyaclarını və şəraitini nəzərə alaraq ədalətli imkan yaratmağı nəzərdə tutur. Yəni bərabərlik hər zaman ədalətli olmaq demək deyil. Təəssüf ki. Davam edirik bu sonuncu suallarımızla. Sizi çox incitməyəcəm. Bütün şagirdlərə eyni tapşırığı vermək həmişə ədalətlidirmi? Xeyr, həmişə deyil. Əgər şagirdlərin fərdi ehtiyacları, imkanları fərqlidirsə, eyni cür yanaşma bərabər götürülə bilər, amma ədalətli nəticə yaratmayacaq. Bütün şagirdlərə deməli bunu dediyi şagirdin əvvəlki qiyməti indiki qiymətinə təsir etməlidirmi? Xeyr.
Cari qiymət cari fəaliyyət və müəyyən edilmiş qiymətləndirmə meyarlarına əsasən müəyyən edilməlidir. Əvvəlki qiymət müəllimin şagird haqqında subyektiv fikrinə qəti şəkildə çevrilməməlidir. Keçən dəfə belə idi, bu səfər də belə olacaq və yaxud baxmayım. O əvvəllər olurdu, məsələn, yoxlamırdı müəllim, götürürdü 3 yazırdı, onsuz da bu şagird həmişə 3 alır, belə olmalıdır. Xeyr, elə bir şey qəti şəkildə olmaz. Qiymətləndirmə motivasiyaya necə təsir edir? Ədalətli və inkişaf etdirici bir qiymətləndirmədən söhbət gedirsə, bəli, bu şagird motivasiyasını artıracaq. Çünki zaten formativ qiymətləndirmə hansı ki, o biz deyirik, konstruktiv rəylər verilsin, bu uşaqda açıq düşüncə tərzi, özünə inam, özgüvən, motivasiyanı kifayət qədər artırır həqiqətən də. Müəllim qiyməti şagirdin gələcək inkişafına necə təsir edir? Çox. Yəni indi də qeyd elədiyim kimi, qiymət şagirdin özünə inamına, motivasiyasına birbaşa təsir eləyir. Ona görə də müəllim qiymətləndirmə zamanı konstruktiv rəy verməlidir. Yəni yalnız nəticəni bildirməməlidir. Şagirdin nəyi yaxşı etdiyini, nəyi necə inkişaf elətdirə biləcəyini də vurğulamalıdır ki, uşaq daha da inkişaf eləsin. Və sonuncu sual. Müəllim qiymətləndirmədə səhv etdiyini anlayarsa nə etməlidir? Əlbəttə ki, səhvini qəbul etməlidir. Müəllim də robot deyil ki, insandır və səhv eləyə bilər. Səhvini qəbul etməlidir. Qiymətləndirməni meyarlar əsasında yenidən nəzərdən keçirtməlidir. Lazım gələrsə düzəltmələr eləməlidir. Yəni biz əgər səhv eləmişiksə, bizim səhvimizi qəbul etməyimiz bizim peşəkar olmamağımızdan qaynaqlanmır. Əksinə biz obyektivliyimizi göstəririk və yenə də deyirəm, yəni müəllimin də bir robot olmağını gözləmək tam olaraq düzgün deyil, bu düzgün yanaşma deyil. Qiymətləndirməyə aid bəlkə də ən çox verilən və ən çox lazım olan sualları hazırlamışdım sizin üçün. Ümid edirəm sizlər üçün faydalı olmuşdur. Sizdən sadəcə xahişim ola bilər ki, videonu paylaşın, qayd edin. Həmçinin qeyd edeyim ki, müsahibə dərslərimizə də qeydiyyat davam edir və bu tip suallar və sualların düzgün cavablarını əldə etmək istəyirsinizsə, elə kitabı da əldə edə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Ümid edirəm sizlər üçün faydalı olmuşdur.